Əziz və dəyərli izləyicilərimiz, hər vaxtınız xeyir olsun. Asfalt yolun 50 metrliyində. Bax, belə bir gözəl evimiz satışa çıxarılıb. Qiymətdə çox münasib. Xarici görünüşü gördüyünüz üçün bax bu formada sağı boş. Baxın, sol hissəsi bax boş. Evlə evin arasında yəni yetərincə məsafəsi var. Gördüyünüz kimi çox gözəl, həqiqətən də səliqəli, əla tikili bir evimiz satılır. Marşrutla da 30 metrə məsafəsi var, asfalt yolla da. Çox gözəl bir ərazidə. Və evimizin həyətyan hissəsinə daxil oluruq. Bax, belə bir gözəl həyətyan hissəsi var. Yerdən kürsülü. Baxın, belə bir. Burada su paslayanlı belədir. Yəni, daima su burada belədir. Bax, gördüyünüz gözəl xarici görünüşü. Bax, bu hissədə belə yer qoyulub. Yerdən 5 daş kürsüdə. Dəhliz hissəsi istifadan təchiz olunub. Deməli, keçir evimizin içəri hissəsinə tam hazır. Yəni, tam hazır, köç yaşa vəziyyətdə. Kubcalı bir ev. Baxın, bu hissədə yerləşir evimizin qonaq otağı. Belə bir səliqəli, gözəl bir qonaq otağı var. Əziz və dəyərli izləyicilərimiz, sənədlər tam qaydasında paket kubcalı sahibindən satılan gözəl bir evimizdir. Bax, belə bir geniş, gözəl bir qonaq otağı var. Qrant gördüyünüz hissələr istifadan təchiz olunub. Bu hissədə yerləşir evimizin yataq otağı. Nəzərinizə çatdırım ki, bugünkü gün əmlak satış bazarında ən münasib qiymətə təklif olunan 2 otaqlı və ən gözəl evlərdən biridir. Bu evin digər evlərdən fərqi nədir? Deyirsiniz ki, məsələn, eyni evlərdir falan, xeyr. Bax, bu evimizin dəhlizi istipoldur. Bu evimizin döşəməsi laminatdır. Yəni, digər evlərdə gördüyümüz taxta pollar, yəni bu evin laminatın altının hissəsində olan taxta pollardır. Yəni, biz burada taxta pol və üstündən laminat